WUF 13-də iştirak etmək məqsədi ilə ölkəmizdə səfərdə olan Esvatini kralı Əlahəzrət 3-cü Msvatinin başçılıq etdiyi nümayəndə heyəti Asan Xidmət Mərkəzinin fəaliyyəti ilə tanış olub. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Asan Xidmət Mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Sonra Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini Krallığının müvafiq qurumu arasında dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl mexanizminin yaradılması sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandum Asan xidmət təcrübəsinin Esvatinidə tətbiqini nəzərdə tutur. Esvatini kralı ölkəsində qısa müddətdə Asan xidmət modelinin tətbiq edilməsi ilə bağlı nümayəndə heyətinə tapşırıq verib.